Herkese salam. Bugün yeni bir test izah etmək istəyirəm. Şərtimiz belədir ki, düzəldin sözündə vurğu ikinci hecəyə düşərsə, hansı fikir doğru olar? Düzəldin sözünü biz iki cür təhlil edə bilərik. Bir dəfə feilin xəbər şəklində, bir dəfə isə feilin əmr şəklində götürə bilərik. Feilin əmr şəklində götürsək, burada iki leksik şəkilçi, xəbər şəklində götürsək isə bir dənə leksik şəkilçi olar. Və bizim şərtimizdə isə deyir ki, vurğu ikinci hecəyə düşsün. Və birinə baxırıq. Bir də deyir ki, xəbər şəklində hesab edilər. Əgər xəbər şəklində hesab edilsə, burada vurğu üçüncü hecəyə düşər. Bizdən isə ikinci hecanı tələb edir. Ona görə bir bizim cavabımız deyil. 2-də isə əmr şəklində işlənmiş olar. Bəli, feilin əmr şəklində işlənib. Ona görə də vurğu ikinci hecəyə düşüb. Bir cavabımız 2. 3-də deyir tərkibində iki leksik şəkilçi olar. Bəli, bayaq da qeyd etdiyim kimi, əgər bunu feilin əmr şəklində götürsək, tərkibində iki leksik şəkilçi olar. Düzdən düzəl, düzəldəndə düzəlt feili yaranmış olar. 4-də isə deyir ki, feildən düzələn feil olar. Bəli, düzəl feilindən düzəlt feili yaranmış olar. 5-də isə deyir tərkibində şəxs sonluğu olmaz. Burada n şəxs sonluğudur. Düz, düzəl, düzəlt, düzəldin. Əmr şəklində ikinci şəxsin cəmində siz düzəldin. Demək bu testimizin düzgün cavabı olacaq 2, 3, 4 D variantı.